Bizə yaxşı təsir edən bir şeyləri gördükcə həmin o yaxşı bir şeylərin təsir müddətini artırmağa cəhd edən, bizə yəni yaxşılıq eləməyə çalışan insanlar var da. Ə, Hər bir bəhanə ilə, hər bir cəhdlə çalışırlar ki, yaxşı bir anlara qovuşduğumuz zaman onun müddəti artsın və biz gün ərzində həmin o arzuladığımız anlardan nə qədər uzaq hiss elədikcə bir o qədər şeye düşürük də, mənfi auraya düşürük, mənfi ab-havaya köklənirik, frekansımız dəyişik bir halda olur. Bunu bəlkə də bu cür cümlələrlə, kəlmələrlə ifadə olunmur. Biz hər daim eşitmişik bu sözlər. Falan şey olsa baş qarışar, falan şey nə olsa nə olar. Bunu adətən falan şey olsa baş qarışar deyə o falan şeyin əvəzinə qoyulan bir söz. Uşaq olur, iş olur, hobi olur, o olur, bu olur. Amma başqalarının gözünə daha fayda gətirən bir şey olmalıdır da. Sən onsuz da özünə faydalı gələn, ya başqalarının anlamında da yaxşı görünən nəyəsə köklənəndə həmin durumdan mutsuzsansa, bu evlilik də ola bilər, nə bilim, hər şey ola bilər də, başqaları tərəfindən yaxşı görünən, arzulanan hər şey ola bilər. Amma sən yəni bu qəhvəyi rəng, şokolad rəng hamının tutaq ki, sevdiyi rəngdir. Amma sənə bu rəng yaraşmır da, əsla və əsla giyinirsən, ya şəkildə göründüyü kimi görünmür. Başqasında parfüm də elədir də, hər adamın dəri rənginə, dəri kokusu ilə, qoxusu ilə birləşəndə başqa bir şey yaradır da. Yəni hamıya eyni deyil. Bir parfüm hər kəsə yaraşmır. Hər kəsin özünə yaraşdığı parfümü tapanda əslində bu yaxşı bir şeydir də, xoşbəxtlik. Başqaları da o ətirdən daha xoşhal olur. Bayaqdan bu xoşhal sözü dilimizə düşüb. Ən çox uşaqlarda sevdiyimiz nə olur? Süd ətri gəlir də onlardan balaca vaxtı. Sonra bir maraqlı, təbii ki, bədənin su ilə təmas eləməyi, daha sonra da xoş qoxmaq üçün istifadə olunan bu və ya digər şeylər, yağ ola bilər, nə bilim, skrab ola bilər, parfüm ola bilər, hər şey. Bundan da baxım adı verilir, özünə hörmət adı verilir ki, başqaları da sənin özünə hörmətini görsün və özünü necə sevdiyini anlasın, başqaları da səndən ətrafa xoş enerji ötürüldüyünü anlasın bu minvalla. Həmişə bu xoş təqdim olunur da. İşdə də, ətrafda da özündən əvvəl parfüm kokusu gəlir də. Yəni o parfüm kokusu var olduğu halda hər kəs bilir ki, sən artıq falan yerdəsən. Ətrafa dişilik enerjisi saçmaq, ətrafa öz cinsinə aid olan xüsusiyyətləri ön plana çıxarırmışcasına sərgiləmək, bu yaxşı bir şeydir. Yəni heç kəs öz cəmiyyət tərəfindən, sosial normalar tərəfindən özünə yüklənən bu və ya digər yüklər olsun, məsuliyyətlər olsun, normalar olsun dırnaq içində. Bunlardan qaçdıqca və ya axına qarşı getdikcə zaten yəni öz-özlüyündə parçalanan, dağılan bir nə bilim, nəsə olursan, bir şeyə çevrilirsən. Sən öz unikallıq, autentik, utancıq. Bəlli sözlər var ki, bəlli insanların ətrafına girəndə onu öyrənirsən və hal-hazırda nə qədər həmin o yoxluqda olduğunu anlayırsan. Sən bəzən bəlli adamların, bəlli mühitlərin sənə qatdığı şeyi həmin anında isti-isti hiss eləməyə bilərsən. Amma səni geriyə salan hər hansı bir məqamlar və yaxud irəli götürülən hər hansı bir məqamlar mənfili olsa bəlkə tez öz gözünə çarpar, özünə tənqidi yanaşırsansa, müsbəti bəlkə görməməzlikdən gələ bilərsən. Çünki insan özünü tərifləməyə çox meyilli deyil. Bu ətrafdan hiss olunar da adətən ki, falan kəs falan mühitə düşdü, daha da öz potensialını ön plana qoydu, daha da
xoş bir abu-havaya girdi də hər mənada. Öz üzərində işlədi, inkişaf elədi. Belə də amma sanki batıb gedirsən də, bir növ pas atırsan. Yaxşı mahnı musiqi dinləyəndə bu piano olsun, yaxşı bir ifa olsun, yəni təkcə musiqi alətindən söhbət getmir. Həmin musiqi aləti ilə birləşən həmin o ifaçının səsi, hansı ki bayaq dediyimiz qaymaq kimi abu-havaya səni kökləyir və sən bəzi müddətlərə uzun müddət ara verib daha sonra daxil olduğu zaman ona görə əslində deyirlər də hər şeyə müəyyən qədər fasilə verməlisən. Daha da anlamaq üçün onu. Bunu adətən bəlli bir mövzuda deyirlər, çox dərinə getmək istəmirəm ki, bəlli bir mövzuda deyəndə ondan kənarda da deyilə bilər də. Bu adətən gündəlik bir şey düşünün, yeməyi düşünün, dietanı düşünün, sağlam həyat tərzini düşünün. Həftədə bir dəfə ürəyin istədiyini yeyi, özünə bayram elə, şirniyyat o, bu adətən həftə sonlarında. Elə bir günlərə salırsan ki, yəni dışarıda daha çox görüşlərin olan zamanına ki, şey olmasın. Ya bəhanə səbəb olaraq gətirirlər ki, sən əgər belə çox sosial adamsansa, sən arıqlanmağının birinci nədəni odur. Çünki heç cürə şey eləyə bilmirsən də, dadlı yeməklərdən, hər gün qurulan xoş süfrələrdən vaz keçə bilmirsən istər-istəməz. Və ya bəlli bir şeyləri ilaç kimi, ağrı kəsici kimi özünə istifadə edirsən. Bu kimləsə görüşüb dərdləşmək ola bilər. Hərənin öz sevimli bir dost qrupu olur da, 3-5 nəfərdən təşkil olunan ən yaxın. Hansı o qrup üzvlərindən biri çox pis abu-havaya düşəndə deyirlər, gəl də bu qrupun o təsir edici gücünü göstərək, güclərimizi birləşdirək, bu adamın dərdinə dərman tapaq, nə bilim neyiniyək, bu kimi şeylər. Və bəzən bəlli şeylərdən məhrum olan, yoxsun olan adamları gördükcə biraz da üstünə getməyə başlayırsan. Ona həmin şeyin daha çox zəif tərəfi olduğunu aşılayaraq biraz da onu incitməyə, üzərinə getməyə başlayırsan. Daha çətin vəziyyətə düşdün deyənə. Hər kəsin çünki daxili gücü, potensialı o qədər yoxdur ki, ətrafa bu qədər müqavimət göstərə bilsin. Hər kəs öz çapında, öz bacardığı qədər mənfi və ya müsbət şeylərlə heç kim savaşmaz. Daha da müsbətə qapısını açar ki, gəlsin mənə də. Adətən demirlər, xoşbəxt qadınlar görmək bəs eləyir, yəni. Ətrafda xoşbəxt bir qadın adətən həyatına kimsə cəlb eləmək istəyirsənsə demirlər, ətrafa xoşbəxtlik saç, öz təkliyinlə xoşbəxt olduğunu bildir, bu bəs eləyir. Həmin adam səni öz həyatına cəlb eləmək istəyəcək və ya demirlər, bax deyir, dışarıda geyimləri, enerjiləri necədir, o küçədə orada keçən adamla kofe içmək istəyərsən, yəni istəmərsənsə, o artıq deməli ki, özünə həmin gün diqqət yetirməyib, yetərincə lazım qədər özünə ən gözəl halı ilə çıxmayıb dışarıya. Nədənsə hər şey görsəlliyə doğru yönəlib də bütün hallarda. Sonra da deyirlər ki, insanlar niyə nələrsə kompleks edir, düzəltməyə çalışır, niyə Allahın verdiyi ilə barışıb oturmur, niyə heç nəyini bəyənmir, burnum əyridir, gözüm belədir, halından məmnunsuzluq edir, naşükürlük edir, kimisindən də belə bir tənqidlər, iradlar gəlir. Bu hər şey, hər bir xidmət sahəsində də belədir də, qadınlara aşılanan filan şey belə olmalıdır, elə olmalıdır. Özəl günlərdə özünü yaxşı hiss eləmək üçün mütləq gedib bakım yaptırmalısan. Ən azından bakım yaptırmasan belə, evdə o quru dərini ləğv eləmək üçün olan hər hansı bir, bilmirəm, ölü dəridən arındırmaq üçün skrab olsun və ya nəmləndirmək üçün sonra tətbiq olunan bir şey olsun. Adi bir üz baxımı hər gün, bəzən dəstəkləyə bilmədiyin hər hansı bir rutinin olsun. Onları eləyəndə və ya eləyən adamlara baxanda ki, o necə bacarır hər gün sürəkli eləməyə, üzü qaymaq kimi də parlayır da, qəşəngdir. Belə sağlam üz ifadəsi var, dəri rəngi var.
O bacarır onu eləməyi, amma sən niyəsə alındıra bilmirsən, bəhanələrə sığınıb. Sən həmin vaxtı başqa şeyə yönlənirsən də, ya tənbəlliyə, ya da daha lazımsız işlərə, bəlkə yatmağa, bəlkə bilmirəm, başqa bir şeyə ki, zamanını yetərincə doldura bilmirsən və bir şeylərdən özünün əski qaldığını hiss edirsən. Başqaları ilə müqayisədə motivasiya tapmırsan yetəri qədər. Başqası adətən sənə baxıb deyir ki, resursların yetərincə yoxdur da yəqin. Ona çünki sərf edirsən resurslardan yoxsun olmağın. Sənə həmin o əskiliyi yükləyəndə bir növ manipulə xarakterli də manipulə xarakteri də daşıya bilər bu işlər. Özünüzə yaxşı baxın. Yağışlı havalarda, daha soyuqlarda, yazı nə qədər ümiddən gözləyirsiniz və ya heç havanın necə olmağı önəmli deyil. Elə siz də öz xarakterinizi hava kimi formalaşdırmısınız ki, hava baxmır ki, heç nəyə, özü necə istəyirsə o cür əsir. Hava heç bir sifarişi qəbul eləmir ki, necə istəyirsə həmin gün ona uyğun davranır və siz də yəni bu deviz altında başqa dış dünyanın, xarici dünyada baş verən hər şeyin sizə təsir etməməsi üçün hər şey edənlərdənsiz. Zoologiyada idi də, səhv eləmirəmsə, istiqanlı və soyuqqanlı orqanizmlər, canlılar. Yəni, ətrafda abu-hava necədir, temperatur necədir, onun daxili enerjisi özündədir. Bədən temperaturunu qoruyub saxlayın. Amma biz hər gündə sürəkli deyirik ki, ətrafındakı 5 nəfərin ortalamasısan, başqaları sənə mütləq ki, təsir eləyir, depressiv abu-havada olan adam sənə təsir eləyir, bacardığın qədər qaçmalısan, otaq yoldaşın pisdir dəyiş, ev yoldaşın pisdir dəyiş, qonşun pisdir köz qutar, bu kimi şeylər. Amma gəl bax gör ki, belə rahatdır, yəni bu cür radikal dəyişimlərə addım atmaq.